Problemlər şöbəsi ediblər, mən halında ol Allaha. Bəli. Salam, necəsən Nurman? Salam, çox sağ olun. Ailə iş necədir? Xanım, yaxşıdır, buyurun. Mən sizə bir söz demək istəyirdim. Şəxsi həyatımla bağlı. Elə bir ki, 4 illik bir münasibətim var. Oğlan evliyəm demir, boşanmışam deyir. Bu 3-4 adamdan evli söhbətini eşitmişəm ki, yəni ki, evlidir. Həmin o qadını, bu ev boşanmış qadın ki deyir, boşanmışam onu. Onun izinə düşmüşəm, tapmışam o qadını. O qadınla da danışmışam. O qadın da hətta deyir ki, mən bu insandan ayrılmışam. Necə? Hə, danış eşinə. Hə. Mən ərim deyir, ancaq qız. Mən onun özü ilə də danışdım. Onun mesajlarını göstərdim oğlana ki, sən yoldaşın deyir ki, mən boşanmamışam bu kişidən. Bir qızı da var hətta onun. Məsələn, bir məsləhət almaq istəyərdim. Mən bu insanı necə edim? Qaytar bir arvadına. Bir gelir, bir gəlir, 5 gün içində ayrılır. Hətta əl qaldırıb da mənə də ki, ayrılırıq. 2 gündən sonra yenə gəlir qapıma döyür. Şikayət elə. İş yerimə gəlir. Yaxınlaşmaq qadağası qoydu da. Yığır anama şikayət edir məni ki, sənin qızın mənim arvadımı tapdı. Niyə mənim keçmişimlə maraqlandı? Ay xanım, bir qızda, ay qız, dayan görüm. Bayaq deyirsən ki, bilmirəm evlidir yoxsa yox. İndi də deyirsən ki, yığıb anama deyir ki, qızın arvadıma yığdı. Mən anama tanıdım. Az bir dəqiqə deyən. Deyən görüm, saxla, əsəbdən mənim mən. 4 ildir ki, bu insanlar... Az deyən də. Sən bilə-bilə ki, bunun arvadı var, düzdür. Abırsız nəyə araşdırırsan ki? Sevgilindi 4 ildir, ayrılıq cəmat ərindən ayrıldım, dünyanın axırdır. Nə fikirləşsən ki? Mənə deyil, bəs... Arvadı sən axtarmalıdır, sən arvadın yox, yerimiz səhv düşüb aşkım. Bir də özümə zəng elən. Necə? Deyirəm ki, arvadı sən axtarmalıdır, sən arvadın yox. Mən onun yalanını üzdə çıxarmaq üçün arvadını axtarmışam. Xanım, halalca arvadı durub orada sən axtarmırsan, onun arvadını axtarırsan. 773 çox sağ ol. Sən bilsən neyinə? Denən başı boşluğuma verirəm, cicliyimə verirəm. Bu da bir sınaqdır. Mənim günahımdır ki, araşdırmamış, aramamış. Bu bambılını yaxşı tanımamış, bu evliymiş, mənə ayaq üstə yatızdırılmış. Arvadı neynəsən? Mən dediyi söz odur ki, özünə hörmət eləsən. Sən ona deyən ki, sən özünə hörmət elə, hansısa bir qadına xəyanət eləmək kişi ol. Ona elə dedi. Denən ondan sonra mən hörmət eləməyə sən narahat olma. Mən sən həyatında olduğum müddətdə mən özümə hörmət eləməyə bacarmayacağam. Onca da vızqırt denən. Deyə bilərsən? Mən anam gəlir bizə, yəni ki, anamın yanında məni... Xanım, anam bizə gəlir, nədir? Evlisən sən? Mən yox. Mən öz anam. Mən ayrılmışam. Boşanmısan? Mən 11 ildir ki, boşanmışam. Hə, o da səninlə bir yerdə yaşayır? Yox. İş orası ki, yaşamır. Mən onu təklif edirəm. O da ayrı-ayrı evdə. Ki, o başqa yerdə qalır, mən başqa yerdə. Nəyi təklif edirsən, ay xanım? Necə? Nəyi təklif edirsən? Bir yerdə yaşamağa belə təklif eləmişəm onunla ki, gəl bir yerdə yaşayaq. Olam qaçır. Xanım, Gezmək, məsələn, gəzmək deyir, mən onu təklif edirəm ki, yedik gezək. xanım, indi nə fikirləşsən? Nə bilim, mən bilmirəm. Heç nə, boşaltdır arvadını, motor oldu arvad oldu, da nə deyim? Mən ondan boşanma ərzəsini belə istəmişəm də, kağızı belə istəmişəm ki, göstərtməni deyir, mən götürməmişəm, almamışam onu. Biz kağız üstündə... Ay xanım, cəmaat evlidir, nə sır tuxsan olsun? Cəmaat evlidir, ay xanım. Evlidir, ay qız. Başa düşmürsən? Tək qalır axı. Hardan bilsən tək qalır? Evinə gedib gəlimdən azından, evinə gedib çıxan adamım yəni. Dedim axı 4 illik münasibətim var bu insanla. Həm nə olsun ki, ata və bədbaxtın qızın anasının yanına sənin kimlərlə oturur da? Sən kimlər və nə üçündür? Arvadları olmayanda başqa atmaq üçün. İnciməyi sözümdən aşkım.
Yəni sən bilə-bilə ki, o evlidir, sən yenə də ona davam edirsənsə, sən уже özünü hörmət eləmirsən. Üzvə deyirəm, ana xalini. Qıraqdan şey oxşayırsan, elə bir ki, yük daşıma başa düşdün, yəni artıq. Elə bir ki, kiminsə artıq, arvadını elətdirə bilmədiyin sən elətdirir. Yəni belə danışın, başa düşürsən, nə demək istədim? Anladım. Anladın laf yap. Sağ ol. Mədən şəkildən dərbaşı salam, bunu bilmirəm. Başa düşdü aşkım, kırıl da. Acəbini damatlarından. Kül qoymadı kişi başına. Bu ev yeri soğub səndə. Peşman da olmuyor, bir xəyanət eləməklə. Hələ bir durub deyir ki, boşanmışam. Ölücüyüm. Bəlkə də oğlan yazıq qatırıb bu əl çəkmir. Belilər çox deyil. Alo. Yedizdirə gedən yoldan çıxartıb. Hə, su tıxmasa. Akşam